fədakarlıq deyən kimi beynimə Mail müəllim demişkən, ən böyük zirvəsi şəhadət, canı fəda eləmək və yaxud da ki, 100 min dollar haradasa ianə eləmək, ancaq beynimə bu gəlir və ona görə də əlim soyuyur. Bir nəfər var idi, nəsə bir xeyriyyə layihəsinə dəstək vermək lazımdır. Mən bu adama deyirəm ki, o xeyriyyə layihəsinə dəstək vermək lazımdır. Adam dedi ki, müəllim, mənim arzum bilirsiniz nədir? Mənim arzum budur ki, mən qəşəng pul qazanım. Mən o xeyriyyə layihəsinə indi versəm, az verəcəm və mənim şənimə yaraşmır. Mən ora 100 minlər xərcləmək istəyirəm, milyonlar xərcləmək istəyirəm. Siz dua eləyin, nə bilim, mənə mənəvi dəstək olun, belə eləyin. O milyonlar qazansın, mən bilirsin nələr eləyəcəm. Mən də ona qayıtdım, bu sözü dedim. Dedim ki, indi nə qədər verə bilərsən? Dedi, yox, dilimə gətirməyə belə utanıram. Nə qədər? 100 manat. Dedim ki, bax, indiki sənin, məsələn, bir 200 manatın var da, onun 100 manatını sənə verməyə əlin gəlmirsə, sənin milyonun olanda oradan 10 mini sən verə bilməyəcəksən. Bu fədakarlığa da öyrəşdirmək lazımdır. Nəsə, o 100 manatı vermədi, sonradan düzdür, milyonları, böyük bir imkanlar oldu, onda da yenə də heç nə vermədi. Ötürərdim mənə. Deməli, bu ciddi bir məsələdir.